Mən qəhbədən belə, ondan sonra siqandan belə, nə bilim, dilənçidən belə dedi. Dedim, cənab başçı, Qarabağda döyüşmüşəm, dedi, Daşçağımakən döyüşmüşəm. Bir xeyli bundan əvvəl getmişdim icra hakimiyyətinə, mənə yardım eləsin, köməklik eləsin. Mən üstümə hücum çəkdi, vurmaq istədi, qoymadılar. Sabirabad rayonunda yaşayan Qarabağ döyüşlərinin iştirakçısı olmuş Məmmədova Gülnaz kanalımıza video müraciət edib. Kirayədə yaşadığını bildirən xanım Qazi sosial problemlərinə görə rayon icra hakimiyyətinə müraciət edib. Lakin icra başçısı Siraqəddin Cabbarov Qazini küçə söyüşləri ilə təhqir edib. Hər yerdən əli üzülən Qazi xalqdan və mediadan kömək istəyir. Daha ətraflı video reportajda. Mən qəhbədən belə, ondan sonra siqandan belə, nə bilim, dilənçidən belə dedi. Dedim, cənab başçı, Qarabağda döyüşmüşəm, dedi, Daşçağımakən döyüşmüşəm. Bir xeyli bundan əvvəl getmişdim icra hakimiyyətinə, mənə yardım eləsin, köməklik eləsin. Mən üstümə hücum çəkdi, vurmaq istədi, qoymadılar. Mənim bu dərdimi ictimailəşdirin. Kirələrdə qalıram, 4 il Qarabağda canımı qoymuşam. Kirələrdə qalıram, 2200 manat kira pulum qalır. Ondan sonra yol süpürürəm gecə, yoxlaya bilərsiniz hamısın. Bu da mənim vəsiqəm. Müharibə 80 manat mənə pul verilir və salam. Mən dərdimi kimə deyim? İcra hakimiyyəti deyir, mənə demə. Mənlik deyirsən. Və mən hara gedim, kimə deyim dərdimi? Qalmışam 7 baş küflətlə küçələrin düzündə. Niyə? O vaxtı mən Qarabağda vuruşanda siz haradaydınız? İndi mənə dastan oxuyursan sən. Buralara gəlməginə, polis çağırın, aparsın, nə bilim mən araşdırsın. Elə bir adam döymüşəm, adam öldürmüşəm. Neynəmişəm mən? Gəlsin polis aparsın məni. Polis aparır məni neynəyəcək? Mən polislə qorxudur. Heç kəsdən qorxmuram Allahdan başqa. Çünki hesad eləməmişəm. 65 yaşım var. Birinci Qarabağ müharibəsində 91-ci ildə gedib 95-ci ildə gəlmişəm, əlimdə vəsiqəm. Müharibə veteranıyam. Mənə heç kim hesad eləmir. Gecələr küçə süpürürəm. Gözümün biri kör olub. Ürək problemim var. Və mən hara müraciət edeyim, kimə eləyim? İctimailəşdirginə, başva dolanım. Siracəddin mənə ot qoyub. Mənə deyir, gəlginə nizmə, bir il ərzində 50 manat yardım yazıblar, 50 manat. Mən 50 manata neyə bilərəm? Mən elə 300 manat su pulum yazıb. Qazım yazıb. Mən nə qayrım, hara gedim? 2200-dən yuxarı mən kira pulumdur. Gedim kimə yalvarım, kimə deyim? Getdim, Xoşgədam xanım qəbul eləmədi mənə. Mən hara getməliyəm, sənə qurban olum, başva dönüm. Xahiş edirəm, mənə siz köməklik eləyin. Qabaqcadan sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sabirabad rayonunda Heydər Əliyev prospektdə bina 5 mənzil onda yaşayıram. Ailəmlə bir yerdə, balalarımla. Nağarim oğluma deyim, ged oğurluq elə, aram baş kəs, gətməyə pul ver. Nağarim mən, hara gedim? Bu nəfəsim, danışıram, nəfəsim çatmır. Hara gedim mən? Xahiş edirəm, mənə köməklik elə. Qeyd edək ki, Kanal 13 səsləndirilən fikirlərə görə məsuliyyət daşımır, qarşı tərəfin mövqeyini isə dərc etməyə hazırıq.